Burada belə də trader bu ticarətçi deməkdir. Bəli. Yəni burada biraz başqa yanaşmalıdır. Çünki burada artıq spekulyasiyalar gedir. Yəni trader nə etmək istəyir? Trader istəyir bir hansısa bir qısa müddətdə nəyisə Aha. alıb satsın Bəli. və onun fərqində qazansın. Bəli. İnvestor isə nəyisə alır, onun ümidi ilə ki, gələcəkdə bunun dəyəri qalxacaq və onun gəliri çoxalacaq. Yəni biraz yanaşmaları fərqlidir və Yəni investor trader ola bilməz, həm ola belə, bilər, ola bilər. Rahat ola bilər və burada məsələ nədir? İnvestor olmaq üçün mən deyirəm ki, bu dəqiqələrdə 5 dəqiqə kifayətdir. Amma traderdə vəziyyət elə deyil. Trader olmaq üçün biraz vaxt çəkir. Bu biraz ki, hətta bir neçə il çəkə bilər. Neçə ildə. Bəli. Çünki siz orada bazarın necə işlədiyini anlamalısınız. Siz seçməlisiniz nəyin üzərində trade edəcəksiniz. Bu forex ola bilər, bu futures ola bilər, bu qızıl, əmtəə və s. Yəni ki, burada məsələlər var və orada belə deyək də, texniki analiz lazımdır bilmək, fundamental analiz lazımdır bilmək. Bu biraz bir peşə kimidir. O traderlər biz necə olur, hərdən göstərirlər videolarda, kimsə oturur 3 dənə monitor arxasında, məsələn, qırmızı olanda belə başını aşağı ağlı edir və odur. Çünki orada qiymətin qısa bir, balaca bir volatilliyi olanda, aşağı düşüb qalxanda sizin böyük fərq ilə gəlirinizə. Yəni siz burada çalışırsınız ki, nəyisə bir alıb ani satasınız. İntuitiv işləmir. Bu bəxtdir də artıq da. Elə işlənlər də var, amma onlar çox qalmırlar da belə.